Deməli, biz nə cümlə qurmaq öyrəndik ki? Dedik ki, bir dənə to be-nin forması var. İşte bu tərəfə bir şey qoyuruq, o tərəfə bir şey qoyuruq və bu şeyin, belə deyək də, bura A qoyuruq, bura to be-ni qoyacağıq və bura B-ni qoyuruq. Deyirik ki, A, B-dir demək istəyəndə bu strukturdan istifadə edirik. Deyirik ki, A is B. Ya da deyirik ki, car is blue. Okay, maşın göydür, mavidir və s. Deməli, bizim qurduğumuz cümlə, öyrəndiyimiz cümlə strukturu bundan ibarətdir və ayda bəs bu cümlələr mən necə deyə bilərəm ki, hərçənd ki sən məndən görüşmək istəyirsən, mənim vaxtım yoxdur kimi cümlələr. Hələ gələcəyik, səbirli olmaq lazımdır. Bunları o qədər həzm eləməlisiniz ki, o qədər yedizdirməlisiniz ki beyninizə. Baxın, sözləri öyrənmək çox vacibdir. Sözləri, bütün sözləri bilin, amma heç bir struktur bilməyin. Sözləri ard-arda deyəcəksiniz, qabazdakı insan başa düşəcək. Amma bütün sözləri bilməyin, heç ümumiyyətlə söz bilməyin, bütün strukturları bilin, super bilin, hətta insanlara izah eləyə biləcəyi qədər bilin, amma söz bilməyin. Təbii ki, danışa bilməyəcəksiniz. Ona görə A1-də yenə söz bazamızı inkişaf elətdirəcəyik, bütün səviyyələrdə ümumiyyətlə inkişaf elətdirəcəyik, amma A2-dən ancaq belə cümlə strukturları keçməyə başlayacaq. Hər dərsimiz bir struktur olacaq, hər dərsimiz bir struktur olacaq. Amma bu mövzumuz nədir? Bu mövzumuz sadəcə pet, animal and nature, heyvan, təbiət və s. Burada sadəcə sözləri öyrənmək lazımdır. Sözləri öyrəndim, keçdim, getdim deyil. Bax, o sözləri əvvəlki bilgilərinizlə birləşdirməyə çalışın. Bir it gördünüz, deyin ki, this is a dog. This dog is black. Bu it qaradır, bu itdir və s. O cümlələri qurmağa başlayın. Bu ağacdır, bura yaşıldır, ora göydür və s. Başa düşdünüz? Cümlələri yaxşı şəkildə təkrarlayırsınız, mətnləri oxuyursunuz. Aşağıda sizə möhtəşəm şəkil hazırlamışam. Süni intellektlə orada ağac var, quşlar var, ay görsənir göydə, su var, yaşıllıq, göy qurşağı, hər şey var. Deyə biləcəyiniz hər şey orada istifadə olunub. Onu da birinci yavaş-yavaş sözlərə aşağıdakına baxın, sonra deyin, baxın, deyin. Sonra artıq baxmadan deməyə başlayın. Və biz keçəcəyik növbəti mövzuya. Sizi növbəti mövzuda gözləyirəm. Yaxşı öyrənin, imtahanı verin, gəlin, oradayam.